80-cı illərin o unudulmaz dadı yadınızdadır? Bugün biz sizinlə Sovet dövrünün ən məşhur tortlarından biri olan hədiyyəlik tortunu hazırlayırıq. Əvvəlcə kremin hazırlanmasından başlayırıq. Yumurtaya şəkər tozu, süd əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Daha sonra ocağın üzərində qarışdıra-qarışdıra bişiririk. Bu qarışım qaynadıqdan sonra 4 dəqiqə də bişirib ocaqdan götürürük. Tez soyması üçün ayrıca bir qaba töküb, üzərini də streclə örtüb, otaq temperaturuna qədər soyuduruq və yumşaq kərə yağını da mikserlə ağarana qədər çırpırıq. Tam soymuş yumurtalı qarışımı qaşıq-qaşıq yağa əlavə edib mikserlə çırpmağa davam edirik. Sonda da bir paket vanil əlavə edirik və kremimiz hazırdır. Biskvit üçün yumurtaların üzərinə bir çimdik duz əlavə edib mikserlə həcmi artana qədər çırpırıq. Şəkər tozunu da bura hissə-hissə əlavə edib ağarıb həcmi artana qədər çırpırıq. Sonda da un və vanil də əlavə edib qaşıqla çox ehtiyatla aşağıdan yuxarıya tərəf qarışdırırıq və onu da əlavə edim ki, bu biskvitə qabartma vurulmur, çünki bu klassik biskvit reseptidir. Xəmiri formaya əlavə edib 170 dərəcəli isidilmiş sobada 40-45 dəqiqə ərzində bişiririk. Formamın diametri 24-dür. Çöp əgər quru çıxdısa, demək ki, biskvit hazırdır. Baxın necə gözəl, yumuşaq bir biskvit alınıb. Tam soyduqdan sonra 3 bərabər hissəyə kəsirik. İndi isə keçək tortun yığılmasına. Tortu islatmaq üçün mən süddən istifadə etdim, amma orijinal reseptdə konyakdan istifadə olunur. Tortun kənarlarını kremlədikdən sonra keçirik əsas məsələyə. Bu isə nədir? Qovurulmuş fıstıq. Fıstığı çox xırda doğramırıq. Biraz iri doğramaq lazımdır ki, tortun üzərində gözəl görünsün. İndi isə tortun kənarlarını və üzərini bəzəyirik. Sonda da üzərinə şəkər pudrası səpirik. Tortu bir neçə saat soyuducuda saxladıqdan sonra nuş edə bilərsiniz. Amma mən 1 sutka saxladım. Çox gözəl, çox ləzzətli bir tort alındı. Yumşaq biskvit, zərif şarlot kremi və təbii ki, bol-bol qovrulmuş fıstıq. Hər dişləmdə uşaqlıq illərinə qayıdacaqsınız. Əgər videomu bəyəndinizsə, like edib abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək inşallah dostlar, izlədiyiniz üçün təşəkkür edirəm hələlik.